Yeni bir videodan herkese salamlar dostlar. Bugün botla ticarətin yeni bir videosunu çəkəcəm. Hansı ki, əvvəlki videolara da baxmısınızsa, yəqin ki, botun necə işlədiyinə dair bir təsəvvür formalaşıb sizdə. İndi hal-hazırda AutoCAD-dayıq, deməli 92% verir AutoCAD. Deməli buradan stok, real valyutalarda bildiyiniz kimi ticarət edirik biz. Stokdan AutoCAD-ı tapaq biz botdan. Məncə axırda olmalıydı bu. Yoxsa ikincidə? Deməli ikincidəymiş. AutoCAD seçirik. 1 dəqiqəlik, gördüyünüz kimi M1-dəyik biz. 1 dəqiqəlik şamlar. Və get siqnal. Analiz eləsin. Yuxarı. Deyir ki, 1 dəqiqəlik yuxarı aç. AutoCAD yuxarı. Hayır, yuxarıda, lower aşağı. Öncəki videolarda ətraflı məlumat vermişəm mən bununla bağlı. İndi isə nəticəsinə baxaq görək. Siqnal doğru çıxacaq və yaxud yanlış çıxacaqsa biz martingelə gedəcəyik. İndi hal-hazırda mən elə 2 dollara təyin edeyim. Ola bilər ki, məsələn, yanlış çıxar. Biz 2 dollarla martingelini davam edəcəyik. Bizim 30 saniyəmiz qalıb hal-hazırda. Görək vəziyyət necədir, biraz yaxınlaşdırım. Və elə görürük ki, astığımız yerdən biraz yuxarıdadır hələ ki. Bizim lehimizə doğru hərəkət edir. Amma bilmək olmaz, təbii ki, bazar dəyişkəndir. Bu gün əslində ikinci gündür. Düzdür, ayın axırına yaxınlaşırıq, amma yəni düşünürəm ki, bugün yaxşı əməliyyatlarla qarşı-qarşıya olacaq biz. 3 saniyəmiz qalıb artıq və ayda son saniyədə özün qaytardı. Pulun özün qaytardığına görə biz təzədən 1 dollara enirik. Əslində son saniyədə aşağı getmək istədi. Sonra bizim istiqamətə getdi o heç. Burada bildiyiniz kimi vaxt söhbəti var. Yəni vaxt mütləq çatdırmalıdır. Ona görə yenidən biz AutoCAD-dan hələ heç nə almamışıq deyə, nə də heç nə itirməmişik. Yəni başa-başıq bərabər. Yenə get siqnal analiz eləsin bizim üçün. Yəqin yenə yuxarı verəcək, düşünürəm ki. Bəli, yenə yuxarı. 1 dəqiqəlik yenidən yuxarı açdım. Görək necə olacaq əməliyyatın nəticəsi. Mən hər ehtimala video çox uzun olmasın deyə, vaxtın çox getməsin deyə bağlayayım. Axırda nəticəsini sizlə bölüşəcəm. Deməli 4 saniyəmiz qalıb artıq. Elə bu aşağı doğru hərəkət etməyə davam edərdi. Ona görə burada 1 dollar itkimiz yarandı. Biz 2 dollarla yeni siqnal istəyəcəyik AutoCAD üçün. Yenidən həmin prosesi təkrarlayaq. İkinci bölmədə AutoCAD-ı seçirik. Burada bir çox valyuta var. Sadəcə mən yüksək faiz verənlərdə ticarət eləmək sevirəm. Həm də ki, o sərf edir. Yeni siqnal analiz eləsin, versin istiqaməti, görək hansı tərəfə gedəcək. Bu dəfə aşağı verdi. 2 dollarla aşağı açdıq. Yəqin ki, buranı qırmağı fikirləşir. Bax, bu deməli dəstək xəttini qırmağı fikirləşir. Görək, mən yenə videonu kəsim, nəticəsini sizlə bölüşəcəm. Deməli, 4 saniyəsi qalıb, bu korreksiya verildi buradan. İstiqaməti bizi çaşdırdı, yəni botu da çaşdırdı istiqamətcə. Bot fikirləşdi ki, yəqin bu dəstək xəttini qırıb aşağı enəcək, amma elə olmadı. Yuxarı istiqamətdə davam edir. Yəni, burada korreksiyalar təbii ki, mümkündür. Onsuz da ilk əməliyyatdan bizim az qalsın plusumuzu verəcəkdi ki, son saniyədə bərabər başa-baş oldu. İndi biz 5 dollarla, mənə belə deyim, mənim özümə məxsus martingellə 1-2-4 ilə getmirik. Yəni biz 1-2-5 və ondan yuxarını indi videoda yəqin ki, əgər düşsə görəcəksiniz. Deməli, yenidən eyni prosesi təkrarlayırıq. İstiqamət hələ ki bilinmir. Yəni aşağı doğru əslində istiqaməti təyin eləmişdi. Bu biraz yuxarı getdi, yenə bir fitil atdı bura. Amma indi görək, yəqin yenə aşağı verəcək. Yəni çaşdırıcıdır deyə, elə bir epizoddur ki, deməli niyəsə yenidən alaq siqnalı. Dediyim kimi arada belə bir şeylər olur. Kompüterdə olduğu üçün də bu telefonda rastlaşmır. 1 dəqiqə. Həmin prosesi təkrarlamaq lazım sadəcə. 1 dəqiqəlik get siqnal olaraq analiz eləsin. 5 dollarla yuxarı.
yuxarı verdi. Burada hər şeyini təhlil eləyir. Bir də onu deyim ki, mən kompüterdəki olan o Telegram qoşdum, hansı ki bu hesabım burada trial versiyonudur, yəni sadə versiyasıdır. Hansı ki alış elədiyiniz zaman sizdə trial olmayacaq artıq, yəni belə deyək, sırf premium versiyası olacaq. Orada məsələn məndə yazan not available, yəni yararsız yazılan sizdə yəni hər bir şeyi analiz eləyəcək. Yəni məndə göstərdiyindən daha yaxşı olacaq hətta sizdə. İndi 23 saniyəsi qalıb, görək. Bizə lazımdır yuxarı hərəkət eləsin, amma hələ ki qırmızı şam göstərir bizə. Təxminən 10 saniyəmiz qalıb artıq. Görək plus eləyəcək və yaxud minus eləyəcək bizi. 3 saniyəsi qalıb, bu əməliyyatda minusla nəticələndi. Belə minusların düşməsini yəni mən pis belə deyək qəbul eləmirəm. Çünki hər şey göz qabağında olmalıdır, bilməliyik. Yəni özünüz də yəqin fikir verdiniz ki, bayaqdan təxmini olaraq əməliyyatların istiqamətini düzgün təyin eləmişdi. Biz sadəcə burada vaxt söhbəti var, ola bilər vaxt çatdırmasın. Deməli, indi 11 ilə davam edirik. Mən martingale sistemini elə qurmuşam ki, hansı ki itirdikcə daha çox qazanca planlaşdırılıb. Yəni hesablasanız elə görə bilərsiniz. Görək bu outcome bizi nə qədər çətinliyə salacaq. Yenidən seçirəm outcome-ı. Hələ ki istiqamətini təyin edə bilmirik. Bu niyəsə yenə belə oldu. Bir dəqiqəlik işdir, bunu bir dənə təzədən seçim. Outcome-ı seçdik. Bir dəqiqəlik və get siqnal. Görürsünüz, bir yuxarı, bir aşağı, yəni heç cür istiqaməti təyin eləmək belə deyək, mümkün deyil deməyim, amma biraz çətinləşir. Bax, indi yuxarı doğru aldatdı bizi, aşağı doğru hərəkət edəcəyinə, indi yuxarı doğru hərəkət edir. Görək nəticəsini, görək sadəcə ki, necə olacaq. İndi yuxarı doğru hərəkət edir hələ ki. Bizə lazım olan siqnalın verdiyi istiqamət aşağı doğrudur. Yəni burada elə bir ki, bircə dəfə bizə lazımdır ki, ziyanımızı çıxardaq, ondan sonra keçək başqa valyutaya. Yəni bu valyutada ziyanımız var deyə hələ ki bu valyutada davam edirik. Bizim artıq 17 saniyəmiz qalıbdır. Çox güman bu da minus olacaq. Çünki böyük yuxarı bir şam gəldi. Həmin o açdığımız istiqamətdə yerdə. Və 5 saniyəmiz qalıb. Bu da minusla nəticələndi. Yəni bizdə nə qədər minus olsa, onsuz da $100 üzərindən 6 gediş var. Məsələn, mənim martingelim elədir ki, $240 olarsa deməli 7-ci gedişdə hətta yarana bilir. Yəni həmin o martingale sistemində. Hələ ki 92%-dir. Yenidən siqnal alaq. Yəni təbii ki bazarda belə şeylər o normal şeylərdir. Yəni burada həyəcanlansanız, məsələn tutaq ki itirmə qorxusu yaransa, ona görə bura pul qoyarkən, depozit edərkən mütləq çalışın, yəni gözdən çıxara biləcəyiniz bir vəsait qoya bilərsiniz bura. İndi aşağı verdi. Görək outcome-da 1 dəqiqəlik yenidən aşağı açmışıq. Yuxarı bir impuls gəlmişdi. Bizə lazımdır aşağı getsin. Yəni çox güman burada da bu kiçik dirəncə görə, yəni buradan qalxdı, buradan yəqin bir korreksiya bir dəqiqəlik fikirləşir deyə bizə elə verdi. Yəni gördüyünüz kimi burada birincidə də hətta gəlmə ehtimalı var, ikincidə də. Yəni bizim sadəcə vaxtımız çatdırmadı, ona görə bura qədər gəlib çıxırıq. Yoxsa yəni nadir hallarda əsasən əvvəlki videolara baxsanız görərsiniz ki, yəni $1, daha doğrusu 2-dən və yaxud 5-dən elə qayıdırıq. Yəni birinci və yaxud ikinci martingeldən qayıdırıq biz. Deməli, hal-hazırda 16 saniyəmiz qalıb bizim. Görək bu şam həmin o açdığımız pozisiyanı keçməsə bizim əməliyyat müsbət nəticələnəcək, plusa nəticələnəcək və 3 saniyəmiz qalıb artıq. Demək olar ki plusdur. Bəli, plusumuzu götürdük. Siz bir dənə hesablayın, $48 plus oldu. Biz indiyəcən nə qədər itirmişdik? $44. Niyə? Çünki 1, 2, 5, 11, 25. Ümumi nəticə $44 eləyir.
Biz isə 48 dollar qazandıq. Yəni 4 dollar elə bil ki, buradan xeyirlə bağlandı. İndi 1 dollarla astığımızda belə olur. Məsələn, bunun əmsalında biz 10 qatıyla belə deyək, depozit edib, məsələn, 100 dollar üzərindən yox, 1000 dollar üzərindən götürsək, hələ bizim bundan sonra bir dənə martingelimiz var idi əmsalında. Deməli, 100 dollar yox, 1000 dollar üzərindən götürsək, yəni 4 dollar yox, 40 dollar artıq qazanmış olacaqdıq. Amma dediyim kimi, bura mütləq, yəni öz şəxsi vəsaitinizdən girməyiniz və gözdən çıxara biləcəyiniz bir məbləğ qoymaq vacibdir. Çünki əks halda psixologiya imkan vermir ki, əməliyyatlar açmağa, martingellərə getməyə rahat şəkildə. Deməli, biz təzədən qayıdırıq 1 dollara və bu valyuta biraz bu gün bizi yordu. Ona görə bu valyutanı tərk edək. Keçək başqa bir 92% verən valyutaya. CFJP pis deyildi. Mən demək olar ki, hər videomda bu valyutaya müraciət edirəm. İndi isə CFJP üçün siqnal istəyək. Gördüyünüz kimi ancaq real valyutalardayıq. CFJP-yə görə 3-cüdə idi. Aha, CFJP. Bunu seçirik. 1 dəqiqəlik M1-dəyik. Yenidən bu problemlə qarşılaşdıq. Qoy təzədən seçək. Dediyim kimi, yəni bu problem ancaq məndə olan bir şeydir. Yəni notebook'umda olan bir şey ola bilər. Yəni mən telefonda belə bir problemi rast gəlməmişəm. Get siqnal. Problem deyəndə ki, problem deyil. Əslində elə bil ki, təzədən yenə bir 5 saniyənizi alır. Aşağı. Ayda biraz yuxarıdan açsaydıq yaxşı olardı, daha yaxşı olardı. Heç nə olmaz. Gözləyək görək 1 dəqiqənin sonunda nəticəsi necə olacaq. Mən indi videonu kəsim, nəticəsini sizlərlə bölüşəcəm. 5 saniyəsi qalıb artıq dostlar. Görək 2, 1 və plus. Buradan da plusumuzu götürdük. Deməli, ümumi nəticədə biz 6 dollara yaxın artıq xeyirdəyik. Bizim pulla 1.70-dən vuranda təxminən 10 manat edir. Biraz artıq da edə bilərəm. Mən orada biraz qəpik məsələlərini, məsələn, komissiya falan tutur deyə onları deməyəcəm. Yəni, yuvarlıqlaşdırıb 10 manat təxminən. Yəni, 100 dollar üzərindən artıq 10 manat qazanmışıq. Bu 1000 dollar olsaydı 100 manat edəcək, 60 dollar xeyir edəcək. Yəni, 100 manat, indi 6 dollar deyir. Bəli, buradan da plusumuzu götürdüyümüzə görə başqa bir valyuta ilə davam edə bilərik. Avro dollar 91%, çox gözəl bir faizdir. Yəni burada ticarət etmək olar. Seçirik avro dolları. 1 dəqiqəlik. Get siqnal. Aha, analiz eləsin. Bu 3 nöqtə gələndə biləm analiz edib verəcək. Yuxarı. Kaş buralardan versəydi yuxarı daha yaxşı olardı. Impulsu yaxalamış olardıq biz. Heç olmaz, amma yəni bunun özü də istiqaməti təyin edir zaten ki, yəni yuxarı gedəcək. İndi görək. Olmasa yəni biz 2 dollarla və daha üst səviyyələrlə, yəni martingellərlə əməliyyat aça bilərik təbii ki. Bu elə bizim sadəcə riskə atdığımız əməliyyatdır 1 dollar. Versə lap yaxşı, 92 sent xeyirdəyik, artıq xeyrimiz 11 manata yaxın olur. 100 dollar üzərindən gündəlik, belə deyək, 10 dollar, 12 dollar belə baxır. Yəni, yaxşı olar ki, 10 dollar özünüzə məqsəd qoyasınız ki, 100 dolları 10 gündə elə ki, mayasını çıxarda biləsiniz. 17 manat edir gün ərzində. Bu da kifayət qədər gözəl bir məbləğdir. Bunu, belə deyək, qeyri-iş günlərini çıxarsaq, iş günlərində sırf real bazar açıq olan vaxtlarında sınasanız, yəni çox gözəl məbləğdir. Buna da plusu götürdük, 91 sent də buradan. Deməli, yəni gördüyünüz kimi bayaq da verəcəkdi outcard-da bizə. Sadəcə biraz indi bu bazardır, çətinliyə salması təbii ki, normaldır. Yəni, ümumiyyətlə həyatda 100% deyilən bir şey yoxdur. Bu da yəni 70-80%-dən yuxarı analiz edib süni intellekt vasitəsilə siqnal vermə qabiliyyəti var. Yəni kimsə sizə aldatsa ki, məsələn 100% mənim siqnal verən botum var və yaxud indikatorum var, buna qətiyyən inanmayın. Çünki mən özüm nə qədər vaxtdır ki, bu sahədəyəm. Yəni axtarmadığım da bir yer demək olar ki, qalmayıb. Pullu sistemlərdən də bax, elə bunun özü də pullu sistemidir. Mən yoxlamışam. Axırda yəni bunların hamısı ələkdən keçərək əlimdə qalan sadəcə bu sistem olub ki, görürəm ki, hələ məndə trial versiyon olmasaydı əgər bu kompüterdə, yəni telefonumdakını bura qoşmaq istəmirəm ona görə.
Bu ayrıca hesabdır. Trial versiyanı olmasaydı, bax burada yazılan, yəni premium versiyası olsaydı, buradakında texniki analiz edəcəkdi, TradingView üzərindən də analiz edəcəkdi. Bunların hamısını birlikdə analiz edib çox gözəl siqnal verəcəkdi sizə. Məsələn, mən hətta canlılarda qarşılaşmışam ki, TikTokda canlı yayın açarkən, məsələn, məndə aşağı verib, məndə minus olubdu trial versiyonu olduğuna görə. Amma botu əldə edən müştəridə premium versiyasında hər şeyi analiz edib, onda yuxarı verib, ondakı minus oldu, ondakı plus oldu, məndəki minus. Yəni burada öz fərqini hiss elətdirir premiumdan trial versiyon. Sizdə narahat olmayın. Yəni əldə edəndə premium versiyon olacaq. Hər şeyi özüm quraşdırma, izah, hər bir şey. Yəni sizin qaranlıq qalmayan bir sualınız olmayana qədər, yəni izah eləyəcəm və təhvil verəcəm sizə. Bundan da plusumuzu götürdük. İndi video artıq təxminən 16-cı dəqiqəyə yaxınlaşır. Mən istəyərdim ki, elə də videonu burada bağlayayım. Mənim məqsədim odur ki, yəni burada səhərə qədər də olsa belə siqnal verə bilər. Yəni limitsiz siqnal sayında və analiz qabiliyyəti də eyni olacaq. Yəni məsələn başqa bir valyutaya keçsək belə orada analiz edib verəcək, fərqi yoxdur. Amma mənim istədiyim odur ki, sadəcə necə işlədiyi ilə bağlı sizdə bir təəssürat formalaşsın, təsəvvür formalaşsın daha doğrusu. Mən düşünürəm ki, elə bu videolardan da sizə bunu kiçik də olsa çatdıra bilirəm. İnşallah yaxın günlərdə TikTokdan da yenidən canlı yayınlar başlayacaq. Səhifəmə spam gəlmişdi, ona görə edə bilmədim. Kim bot əldə etmək istəyirsə, aşağıda lazım məlumatlar yerləşdirəcəm və şərhlərdə də yerləşdirəcəm. Instagram və TikTok hesablarını oradan yazıb mənimlə əlaqəyə keçərək botu əldə edə bilərsiniz. Oldu dostlar. Özünüzdən müğayət olun. Sizə bol qazanclar arzulayıram. Sağ olun.